hamımız çox məşğuluq, elə deyilmi? İş, məktəb, gündəlik qayğılar. Bütün bu talaş içində bəzən ən vacib olanı, yəni ailəmizlə olan bağı sanki unuduruq. Amma narahat olmayın, çünki bunun çox asan, həm də olduqca əyləncəli bir həlli var. Gəlin bugün daha güclü bir ailənin sirrini, yəni ortaq hobbiləri birlikdə kəşf edək. Bir anlıq dürüst olaq, axşam evdə hamı bir yerdədir, amma əslində hərə öz aləmindədir. Biri telefona baxır, biri televizora. Sizcə bu birlikdə vaxt keçirməkdir, yoxsa sadəcə eyni məkanda olmaq? Bu sual biraz düşündürücüdür, elə deyilmi? Amma çoxumuz üçün bu, təəssüf ki, çox tanış bir mənzərədir. Yaxşı, bəs çıxış yolu nədir? İnanın, həll yolu heç də düşündüyünüz qədər mürəkkəb deyil. Əslində çox sadədir. Ortaq hobbilər. Bəli, düz eşitdiniz. Birlikdə edəcəyiniz sadə bir məşğuliyyət ailənizi yenidən bir araya gətirmək üçün inanılmaz bir gücə malikdir. Yaxşı, bəs niyə ortaq fəaliyyətlər bu qədər güclüdür? Niyə bu qədər vacibdir? Gəlin, bunun səbəblərinə biraz daha dərindən baxaq. Çünki söhbət təkcə əylənməkdən getmir. Burada ailənin təməlini gücləndirən çox ciddi faydalar var. Əslində, ortaq hobbilərin ailənizə verəcəyi 3 əsas super vacib fayda var. Gəlin indi bu 3 faydanın nə olduğunu və onların ailə həyatımıza necə təsir etdiyini bir-bir nəzərdən keçirək. Birinci və bəlkə də ən önəmli fayda bağların möhkəmlənməsidir. Təsəvvür edin, hər birgə fəaliyyət ailə binanızın təməlinə qoyulan yeni bir kərpic kimidir. Birlikdə gülürsünüz, bəlkə bəzən çətinlik çəkirsiniz, amma sonda ortaq bir xatirə, ortaq bir təcrübəyə dadırsınız. Bu da sizi sadəcə bir dam altında yaşayan insanlar yox, əsl komanda edir. İkincisi, yeni bacarıqlar öyrənmək. Və bu təkcə uşaqlar üçün deyil, hamı üçün keçərlidir. Məsələn, birlikdə yemək bişirərkən planlamanı öyrənirsiniz və ya bir rəsm çəkərkən səbirli olmağı, yaradıcılığı kəşf edirsiniz. Yəni, hər kəs bir-birindən öyrənir və birlikdə böyüyür. Bu, əslində gizli bir məktəb kimidir. Və gəldik üçüncü, amma heç də az əhəmiyyətli olmayan faydaya, əhval-ruhiyyənin yaxşılaşması. Bilirdinizmi ki, birlikdə əyləncəli vaxt keçirmək elmi olaraq sübut olunmuş bir stres dərmanıdır. Bəli, bütün o gündəlik qayğıları, problemləri bir kənara atıb, sadəcə anın dadını çıxarmaq. Bundan gözəl nə ola bilər ki? Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin biraz da praktikadan danışaq, konkret ideyalara baxaq. Əgər sizin ailəniz yerində dura bilməyən, enerjili bir ailədirsə, o zaman bu bölmə tam sizin üçündür. Gəlin aktiv ailələr üçün bir neçə əla ideyaya nəzər salaq. Məsələn, velosiped sürmək. Düşünün, həftə sonu hamınız birlikdə parkda velosiped sürürsünüz. Bu həm idmandır, həm də əyləncə. Yaxud təbiət qoynunda gəzinti. Bu həm komanda işini gücləndirir, həm də təbiətlə bağ yaradır. Komanda idmanları isə, məsələn futbol və ya voleybol, sadəcə bir oyun deyil. Bu, əməkdaşlığı, bir-birinə dəstək olmağı, qalib gəlməyi və bəzən məğlub olmağı birlikdə öyrənmək deməkdir. Yaxşı, bəs sizin ailəniz daha çox sakit, yaradıcı fəaliyyətləri sevirsə? Heç narahat olmayın, sizin üçün də möhtəşəm ideyalar var. Gəlin indi yaradıcı ruhlar üçün olan seçimlərə nəzər salaq, görək birlikdə nələr yarada bilərsiniz. Məsələn, bir katan və boyalar. Hamınız birlikdə bir rəsm əsəri yaradırsınız və ya əl işləri. Düşünün, birlikdə toxuduğunuz bir şərf ya da düzəltdiyiniz bir suvenir, hətta ailə fotoqrafiyası da əla fikirdir. Hər kəs öz baxış bucağını göstərir, günün sonunda isə ortada ailənizin hekayəsini danışan şəkillər olur. Bu, hər kəsin özünü fərqli şəkildə ifadə etməsi üçün super bir fürsətdir. Və bu fikir həqiqətən də məsələnin bütün mahiyyətini ortaya qoyur. Baxın, sizin birlikdə çəkdiyiniz o rəsm ya da düzəltdiyiniz o balaca əşya illər sonra əlinizə alanda sizə o günü, o anı, o gülüşləri xatırladacaq. Bu, əslində sadəcə bir hobbi deyil, bu, gələcəyə ötürülən bir xatirə, bir növ ailə mirası yaratmaqdır. İndi isə keçirik mənim ən sevdiyim yerə, mətbəxə. Kim deyir ki, yemək hazırlamaq sadəcə bir məcburiyyətdir? Əksinə, bu, bütün ailəni bir araya gətirən dadlı, əyləncəli və biraz da dağınıq bir macəraya çevrilə bilər. Gəlin bunu biraz daha maraqlı edək. Necə? Məsələn, bir ailə mətbəx çağırışı təşkil edin. Birinci addım, bir mövzu seçin. Məsələn, İtalyan gecəsi. İkinci addım, hamı birlikdə sevimli bir resepti hazırlayır. Və üçüncü, ən əyləncəli addım, sonda hər kəs bir-birinin yeməyinin dadına baxır və dostcasına bir ən yaxşı aşpaz seçilir. Təsəvvür edin nə qədər əyləncəli olar. Üstəlik, bu həm də planlama, əməkdaşlıq kimi bacarıqları inkişaf etdirir. Bəli, velosiped, rəsm, mətbəx, bir çox ideya sadaladıq. Amma indi əsas sual budur. Bütün bunların arasından sizin ailəniz üçün ən mükəmməli hansıdır?
Cavab əslində çox sadədir. Söhbət nə etdiyinizdən çox, bunu edərkən nə hiss etdiyinizdən gedir. Baxın, əsl ailə hobbisi nədir? Bu, mütləq bahalı və ya mürəkkəb bir şey olmalı deyil. Əsl ailə hobbisi sadəcə olaraq hamını bir araya gətirən, üzünüzdə təbəssüm yaradan və kəşki bu an bitməsəydi dedirdən hər hansı bir fəaliyyətdir. Parkda gəzmək də ola bilər, birlikdə bir filmə baxıb müzakirə etmək də. Əsas olan birlikdə olmaq və o andan həzz almaqdır. Qızıl qayda budur. Beləliklə, söhbətimizin sonuna yaxınlaşırıq. Unutmayın, hər ailənin bir hekayəsi var və bu hekayəni yazmaq bizim öz əlimizdədir. İndi sizdən düşünməyinizi istəyirəm. Bu həftə, bəli elə bu həftə, ailənizin hekayə kitabına hansı yeni unudulmaz səhifəni əlavə edəcəksiniz? Hər şey kiçik bir addımla başlayır. O addım atmaq isə artıq sizin əlinizdədir.